أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله الذي خلقنا من العدم وأسبغ علينا الآلاء والنعم وأشهد أن لا إله إلا الله وحده لا شريك له عالم الغيب والشهادة وهو الحكيم الخبير وأشهد أن محمدًا عبده ورسوله بعثه الله لهداية الناس وإخراجهم من الظلمات إلى النور يا عباد الله اتقوا الله وافعلوا الخير لعلكم تفلحون Sadaqallahul aliyyul azim. Əziz və hörmətli möminlər, sizin hər birinizi salamlayır. Bildiyiniz kimi məhərrəmlik ayına qədəm qoymuşuq. Məhərrəmlik matəm, Əhl-i Beytin müsibəti ayıdır. Bu ay münasibəti ilə, bu əzadarlıq münasibəti ilə sonuncu imamımız başda olmaqla sizin hər birinizə təsliyyət ərz edir. Uca Allahı and veririk İmam Hüseyn əleyhissalamın o şəhadətinə xatir, dünyada bizi Əhl-i Beytin məhəbbətindən, axirətdə isə şəfaətindən binəsib etməsin. İmam Hüseyn əleyhissalamın məhərrəmlik mərasimi tarix boyu qeyd edilib. Biz bu haqda müxtəlif istiqamətlərdən xütbələr söyləyəcək və möhkəm dəlillərlə qeyd edəcəyik ki, bu mərasimi təşkil edən, bu müsibəti ilk qeyd edən şəxs məhz Peyğəmbər salavatullahın özüdür. Amma bu başqa bir mövzudur. İnşallah gələn axşamların birində bu mövzu haqqında geniş təhlillər aparacağıq. Çünki bu o qədər zəruri bir mövzudur ki, əfsuslar olsun ki, məhərrəmlik ayı başlayar, başlamaz, bəzən məhərrəmliyin əleyhinə söz-söhbətlər gəzir, bəziləri xüsusi çıxışlar hazırlayaraq bizim bu Əhl-i Beyt məclislərimizi kölgədə qoymaq istəyirlər. Amma qeyd etdiyim kimi, gələcək söhbətlərimizin birində biz ən qədim və ən səhih hədis mənbələri əsasında sübut edəcəyik ki, bu müsibəti ilk saxlayan Həzrəti Peyğəmbər, onun Əhl-i Beyti Həzrəti Cəbrail əleyhissalam olmuşdur. Mən bunu bir haşiyə kimi ona görə xüsusi olaraq qeyd edirəm ki, bu təşkil olunan bu və digər bu kimi məclislərin qanuniliyini, yəni sünnəyə uyğunluğunu bildirmək üçündür. Amma bugünkü söhbətimizin mövzusu İmam Hüseyn əleyhissalamın həyatı, onun fəaliyyəti və dövrünün xarakteristikasıdır. Bu çox önəmli bir məsələdir. Çünki hər bir kəs, məclisə toplaşan hər bir şəxs bilməlidir ki, İmam Hüseyn əleyhissalam kimdir? İmam Hüseyn əleyhissalamın dövründə hansı proseslər baş vermişdir? Ümumiyyətlə bu hadisənin, yəni Kərbəla hadisəsinin meydana çıxmasının bir çox mühüm səbəbləri vardır. Biz başlıca olaraq bu səbəbləri iki istiqamətdə təhlil edə bilərik. Birincisi dini səbəblər, ikincisi isə dövrə aid olan ictimai, siyasi və digər səbəblər göstərilir. Dini səbəblər dedikdə biz bunu da iki istiqamətdə təhlil edə bilərik.
Birincisi İmam Hüseyn əleyhissalamın imaməti, imamət məsələsi bütövlükdə. İkincisi isə Əhl-i Beytin mənqəbə və fəzilətləri məsələsi. Adətən tədqiqatçılar, xətiblər ictimai məsələlər üzərində daha çox dayanırlar. Amma biz məsələni daha da dərindən təhlil etdikdə məlum olur ki, hadisənin baş verməsinin əsl kökündə dayanan ən mühüm amillərdən biri elə imamət məsələsidir. Yəni imamətin lazımı şəkildə dərk edilməməsi, İmam Hüseyn əleyhissalamın imamətinin qəbul edilməməsi. Dedik, ikincisi isə o həzrətin və bütövlükdə Əhl-i Beytin başına gətirilən müsibətlərin digər mühüm bir səbəbi də mənqəbə və fəzilətdir. Əgər Əhl-i Beyti, əgər İmam Hüseyn əleyhissalamın mənqəbə və fəzilətləri lazımı şəkildə dərk edilsəydi və hər kəs İmam Hüseyn əleyhissalamın hansı bir fəzilətə sahib olduğuna etiqad etsəydi, heç zaman onun başına bu müsibətləri gətirməzdilər. Bu nöqteyi nəzərdən bizim etiqadımıza görə deyə bilərik ki, bizim etiqadımızda imamət məsələsi son dərəcə zəruri, son dərəcə mühüm bir məsələdir. İmamət özü bildiyiniz kimi iki əsas hissəyə ayrılır. Bunlardan birincisi təkvini imamət, ikincisi isə təşri'i imamət adlanır. Bunların qismlərə bölünməsi, bunların danışılması həm də ona görə zəruridir ki, bəzən görürsən ki, imamət məsələsinə verilən təhlillərdə digər tərəflər, yəni imamət məktəbinə mənsub olmayanlar tərəfindən verilmiş təhlillərdə sanki təhriflər, nöqsanlar və s. özünü göstərmiş olur. Amma biz imamətin mahiyyətini dərk etməyimizlə yanaşı, həm də onun növlərini bildikdə artıq imamətə aid olan bəzi məsələləri, məsələn, imamların möcüzə göstərməsi kimi məsələləri daha da dərindən dərk etmiş və onu yaxşıca başa düşmüş olarıq. Nədir təkvini imamət? Təkvini imamət dedikdə imamların Allahın izni ilə kainat üzərində olan təsirləri və həmçinin imamların metafizik xüsusiyyətləri nəzərdə tutulur. Təkvini imamətin sifətləri arasında birincisi Allahın elm və hikmətinin onlara verilməsi məsələsidir. Yəni imamların elmləri mütləq şəkildə lədünni elmdir. Allah tərəfindən verilmiş bir elmdir. Dedik ki, imamət özü iki hissəyə bölünür. Birincisi oldu təkvini imamət. Təkvini imamət dedik birbaşa uca Allah tərəfindən təyin edilir. Bəndə bir araya toplaşmaqla kimisə imam seçə bilməz. İmamət məqamı birbaşa uca Rəbbimiz tərəfindən təyin edilməlidir. Bunu biz Qur'an-ı Kərimdə də görməkdəyik. Uca Allah Qur'an-ı Kərimdə buyurur ki, Bəqərə surəsinin 124-cü ayəsində Rəbbi İbrahimi imtihan edərək onu müəyyən sınaqlardan keçirdi və o bunları tamamladıqda Allah ona belə buyurdu: mən səni insanlara imam təyin edəcəyəm. Burada bir neçə mühüm məsələ öz əksini tapmış olur. Onlardan birincisi qeyd etdiyimiz kimi
imamətin də peyğəmbərlik kimi birbaşa Allah tərəfindən təyinatı, ikinci mühüm bir xüsusiyyət isə imamət məqamının bütün məqamlardan üstünlüyü məsələsi. Çünki Həzrəti İbrahim əleyhissalam peyğəmbər ola-ola, uca Rəbbimiz onu bir neçə imtahandan keçirərək, yəni imtahandan Həzrət İbrahim əleyhissalam üzü ağ çıxdıqdan sonra ona əlavə və ən böyük bir vəzifə, imamət vəzifəsinə Həzrət İbrahim əleyhissalam təyin edilir. Dedik ki, Allah tərəfindən təyin edilən imamın mütləq elmi üstünlüyü olmalıdır. Onun birinci sifəti elmi üstünlüyə sahib olmasıdır. Onun elmi, elm-ü lədinni, mübahilə ayəsi alimlərimiz tərəfindən buna dəlil olaraq göstərilir ki, İmam Hüseyin əleyhissalam, İmam Həsən əleyhissalam kiçik olmalarına baxmayaraq Peyğəmbər salavatullah mübahiləyə İmam Həsəni, İmam Hüseyni, Allahın salamı olsun onlara, qucağında mübahiləyə aparır. Mübahilə qarğışlaşma deməkdir. Nəcran xristiyanları ilə Peyğəmbər əleyhissalamın arasında mübahisələr yaranır. Peyğəmbərimiz nə qədər dəlillər göstərsə də qarşı tərəf bunu qəbul etmir və nəhayətdə uca Allah Ali İmran surəsinin 61-ci ayəsini nazil edir və Peyğəmbərə buyurur ki, onları mübahiləyə, yəni qarğışlaşmağa dəvət et. Peyğəmbər əleyhissalam da İmam Əliyini, qızı Fatimə-i Zəhranı, Həsən və Hüseyin salamullahi aleyhim götürür, mübahiləyə aparır. Bu ayə, bu tarixi hadisə onu göstərir ki, Əhl-i Beyt imamlarının, İmam Həsən, İmam Hüseyin əleyhissalamın kiçik olmaqlarına baxmayaraq, xüsusi bir mənqəbəyə, xüsusi bir fəzilətə sahib olublar. Əgər məsləhət olsaydı, əgər onların uşaqlığı bizim başa düşdüyümüz uşaqlıq mənasında olsaydı, Peyğəmbər salavatullah heç vaxtı onları qucağına alıb mübahilə kimi mühüm bir məsələ üçün aparmazdı. Çünki mübahilə hadisəsi elə bir hadisə idi ki, haqqın isbatı, İslamın həqiqəti orada sübut olunmalı idi. Biz hədislərə baxdıqda da görürük ki, təkvini imamətə aid olan bir çox məsələlər hədis mənbələrində də öz əksini tapmışdır. Məsələn, Peyğəmbər salavatullahın Ənə mədinətul ilmi və aliyyun bəbuha ifadəsi, yəni mən elmin şəhəriyəm, Əli onun qapısıdır sözü onu göstərir ki, həqiqətən də İmam Əlinin elmi bəşəri bir elm deyil, sonradan kəsb edilmiş bir elm deyil. Bu elm məhz uca Rəbbimiz tərəfindən təyin edilmiş bir elmdir. Dedik ki, imamətin ikinci növü təşri'i imamət adlanır. Birincisi təkvini idi. Təkvini imamətin şərtlərini, əlamətlərini, sifətlərini və ona aid olan bəzi ayə və hədisləri qeyd etdik. Bəs təşri'i imamət nədir? Təşri'i imamət odur ki, İmam əleyhissalam burada dini rəhbərdir, şəriət hökmlərinin izah edicisidir. Təşri'i imamətdə bu xüsusiyyətlər öz əksini tapmış olmalıdır. Deməli, imam şəriət qanunlarını həm qoruyandır, həm də şəriət qanunlarının açıqlayıcısıdır, izah edicisidir. Həmçinin imam müsəlmanlara dini və o cümlədən siyasi rəhbərdir.
O cümlədən imam Peyğəmbər sünnəsinin qoruyucusudur. Dini məsələləri Qur'an və Peyğəmbər salavatullahın buyruqlarını zamana və məkana görə açıqlayan şəxsiyyətdir. Bu da təşrii imamətin əsas xüsusiyyətlərindən biri kimi xarakterizə edilir. Bunun dəlili isə Qur'an-ı Kərim Maidə surəsinin 55-ci ayəsidir. Uca Rəbbimiz buyurur ki, sizin vəlininiz ancaq Allah, onun rəsulu və iman gətirib namaz qılan və rükû halında zəkat verən şəxslərdir. Bu ayə İmam Əli əleyhissalamın imamətinin həm də Allah tərəfindən təyin olunmasını bildirməkdədir. Bildiyiniz kimi İmam Əli əleyhissalam namaz qılarkən məscidə bir yoxsul şəxs daxil olur. Həmən yoxsul şəxsin sədəqə istəməsi, heç kəsin dinməməsi və nəticədə İmam Əli əleyhissalamın barmağını ilə, əli ilə işarə etməsi və yoxsulun da imamın barmağından üzüyü götürməsi nəticəsində bu ayə nazil olmuşdur. Deməli, bu və digər ayələr də onu göstərir ki, ümmətin rəhbəri, ümmətin başçısı məhz Allah tərəfindən təyin edilmiş şəxs və ya şəxslər olmalıdır. Ayə açıq, aşkar şəkildə sizin rəhbəriniz, vəlininiz Allah, onun rəsulu və rükuda ikən zəkat verən şəxsdir deyə buyurmaqdadır. Bundan əlavə biz bir çox hədislərdə də görürük ki, Allahın rəsulu əhl-i beytini, əhl-i beyt imamlarını, o cümlədən də İmam Hüseyn əleyhissalamı ağır və dəyərli bir əmanət kimi bu ümmətin arasında qoymasıdır. Bunun bariz nümunəsini biz məhz Səqələyn hədisində görməkdəyik. Peyğəmbər salavatullah, sizin aranızda iki ağır əmanət qoyuram. Onlardan biri Allahın kitabı, digəri isə mənim əhli beytimdir. Buradakı əmanət sözü onu göstərir ki, Qur'an-ı Kərimin bu növdən olan ayələrinin müqayisəli təhlili onu göstərir ki, İmam Hüseyn əleyhissalam bu ümmətə Peyğəmbər salavatullah tərəfindən çox qiymətli, qorunması çox zəruri olan bir əmanət idi. Amma əfsuslar olsun ki, o əmanət lazımı şəkildə qoruna bilinmədi. Bu mənada biz həm də görürük ki, Peyğəmbər salavatullahın mübarək kəlamlarında İmam Hüseyn əleyhissalam bir imam kimi, cənnətin ağası kimi, qiymətli ilahi bir əmanət kimi Peyğəmbər ümmətinin bütün fəlakətlərdən, azğınlıqlardan, şeytanın hilələrindən xilas olması üçün ümmət arasında qoyulmuş, Nuhun gəmisinə bənzədilmiş bir şəxsiyyət idi. Amma əfsuslar olsun ki, İmam Hüseyn əleyhissalam ömrünün o 10-11 illik imamət dövrün zalim şəxsləri tərəfindən həyata keçirilməsinə imkan verilmədir. Bu mənada biz İmam Hüseyn əleyhissalamın dövrünü xarakterizə edərkən, yəni təhlil edərkən orada üç mühüm istiqamətin olduğunun şahidi oluruq. Birincisi budur ki, İmam Hüseyn əleyhissalamın dövrünün siyasi təhlili. Bilirsiniz ki, İmam Hüseyn əleyhissalam qardaşı İmam Həsən əleyhissalamın şəhadətindən sonra 11 il Muaviyə ibn Əbi Süfyanın dövründə imamət məqamına sahib olub. Amma Muaviyə müxtəlif siyasi hilələri ilə İmam əleyhissalamın
həqiqi dinin təbliğ edilməsinə imkan vermədi imama. İkinci mühüm məsələ dini mənəvi məsələdir. Üçüncüsü ictimai, mədəni məsələlərdir. Bu üç istiqamət İmam Hüseyn əleyhissalamın dövrünü tamamı ilə əhatə etməkdədir. Dedik ki, siyasi vəziyyət hər kəsə yaxşı məlumdur. Muaviyə təqribən 20 illik hakimiyyəti dövründə Əhl-i Beytin başına hansı müsibətləri gətirdi? Peyğəmbər salavatullahdan sonra İmam Əli əleyhissalama qarşı açdığı cəbhə, Siffin müharibəsi bunun bariz nümunəsidir. İkinci mühüm məsələ İmam Həsən əleyhissalamla açıq, aşkar şəkildə döyüşə girməsi. Səvad müharibəsi deyirlər buna. İmam Həsən əleyhissalamın yaralandığı, İmam Həsən əleyhissalamla döyüşə girilən o ərazi, İraq ərazisində yerləşir. Heç də Kərbəla hadisəsinin önəmindən əskik, naqis deyildir. İmam Həsən əleyhissalamın savad, necə İmam Hüseyn əleyhissalamın Kərbalası, eləcə də İmam Həsən əleyhissalamın savadı. Savad yəni bölgənin adıdır. Savadda göstərdiyi tədbirlər, şücaət, ondan sonra Muaviyə ilə sülhün imzalanması və s. və ilaxır məsələlər. Bəs kimdir Muaviyə? Buna da bir işarə verməyimiz lazımdır. Yəqin ki, sizin də qarşınıza sosial şəbəkələrdə rast gəlinir. Bəzi rəvayətlər uydurulur ki, bizim dayımızdır. Əlbəttə, kim istəməz ki, onun kimi dayısı olmasın. Amma gəl görək, bu dayı bu ümmətin başına hansı müsibətləri gətirmişdir. Əvvələ bu şəxsin özünün mənşəyi bəlli deyil. Bu haqda tarixi mənbələrdə kifayət qədər məlumatlar öz əksini tapmışdır. İkinci mühüm bir məsələ, biz bilirik ki, Qur'an-ı Kərimin İsra surəsinin 60-cı ayəsi şəcərətul məl'unə ifadəsi var həmin ayədə. Vaxtın məhdudiyyətinə görə oxumuram, sadəcə mənbələri deyirəm. Hər kəs təfsir mənbələrinə, Fəxrəddin Razinin Məfatihul Qeybinə, Cəlaləddin Suyutinin Durrul Mənsur təfsirinə və s. müraciət etsə, görər ki, bu ayənin nazil olmasının hansı səbəbləri vardır. Mənbələrdə nəql olunur ki, bu ayə Peyğəmbər salavatullah yuxusunda, mən rəvayətin məzmununu deyim, görür ki, meymunlar onun minbərində oynayırlar, qalxıb enirlər. Peyğəmbər salavatullah yuxudan hövlünak halda oyanır, çox narahat olur. Onun narahatlığını aradan qaldırmaq üçün Allah Cəbrail əleyhissalamı nazil edir və o yuxunun hikmətini Peyğəmbər salavatullaha açıqlayır. Şəcərətul məl'unə, yəni lənətlənmiş nəsil, Bəni Üməyyəyə aid olduğu, Peyğəmbərdən sonra Bəni Üməyyə sülaləsinin hakimiyyətə gələcəyi və Peyğəmbərin balalarının başına hansı müsibətləri gətirəcəyini Cəbrail əleyhissalam Peyğəmbər salavatullaha xəbər verir. Bizim hədis mənbələrimizdə də möhkəm rəvayətlərlə bu məsələ sübut olunubdur. Məsələn, hədislərin birində ravi nəql edir ki, mən İmam Cəfər Sadiq əleyhissalamdan şəcərətul məl'unə ifadəsi haqqında soruşdum. İmam əleyhissalam buyurdu ki, Allahın Qur'anında olan şəcərəti məl'unə, lənətlənmiş nəsil Bəni Üməyyəyə aiddir. Bu mövzuda İmam Baqir əleyhissalamdan da nəql edilmiş bir çox rəvayətlər, bir çox hədislər vardır. Və hətta İbn Abbasın özündən belə nəql olunur.
Muaviyəyə Peyğəmbər salavatullahın qarğış etməsi. Hədis Səhih-i Müslüm əsərindəndir və həmçinin Əllamə Məclisi Biharul Ənvar əsərində də bu rəvayəti nəql etmişdir. İbn Abbas deyir, mən uşaqlarla birlikdə oynayırdım. Peyğəmbər salavatullah yanımıza gəldi, mənim başıma sığal çəkdi və dedi ki, get Muaviyəni çağır. Mən getdim, çağırdım. Hər dəfə bu iş 3 dəfə təkrar oldu. Hər dəfə də dedi ki, mən yemək yeyirəm. Axırda Peyğəmbər salavatullah buyurdu ki, Allahumma la tushbi' bətnə Muaviyə. İlahi, Muaviyənin qarnını doydurma. Bu rəvayət möhkəm rəvayətdir. Peyğəmbər salavatullahın qarğışıdır. Hətta Kutubu Sittə müəlliflərindən biri olan Əhməd ibn Şüeyb Ən-Nəsainin həyatını öyrənən şəxslərə məlumdur ki, onun ölüm səbəbinə də məhz bu hədisi nəql etməsi olmuşdur. Bir haşiyə kimi deyim ki, Misirdən Şama gəlir, Şamda minbərə təklif olunur, minbərə qalxır, xütbə söyləyir və ondan Muaviyənin fəzilətləri haqqında hədis deməsi istənilir. Nəsai də deyir ki, mən onun haqqında bu hədisdən başqa heç bir şey bilmirəm. Bu hədisi deyir və onu az qala, daşa qalaq edirlər. Aldığı yaralar nəticəsində də Rəmlədə, Fələstində vəfat edir. Deməli, bütün bunların hamısı onu göstərir ki, əziz möminlər, İmam Hüseyn əleyhissalamın dövrü çox qarışıq, ictimai proseslərlə dolu olan, dövrün çox hiləgər bir şəxsinin əlində olan bir zaman idi. İmam əleyhissalam hər yöndən məhdudlaşdırılmışdır və nəhayət Muaviyə öldükdən sonra oğlu Yezidi hakimiyyətə gətirir. Buna hakimiyyət monarxiyası deyirlər və oğlu Yezidin də haqqında bütün mənbələr yazırlar ki, şərabxor, meymunbaz, dini ayinləri icra etməyən bir məlun idi. Onu zorla hakimiyyətə gətirir və nəticə Yezid 3 il hakimiyyətdə olur. Hakimiyyətdə olduğu 3 illik müddətdə çox böyük fəsadlar törədir. Kərbala hadisəsi, Kəbə evinin yandırılması, Mədinə Hirrə hadisəsi deyirlər. Mədinə əhlinin, Mədinə xalqının qanına qəltan edilməsi və nəhayətdə Allahın lənətinə gəlir və cəhənnəmə vasil olur. İmam Hüseyn əleyhissalamın dövrü həqiqətən də çox keşməkeşli bir dövr idi. Bir məsələni də xüsusi olaraq qeyd edək ki, bəzən görürsünüz İmam Hüseyn əleyhissalamın qiyama başlamasının səbəbini güya Kufəlilərin ona göndərdiyi məktubla əlaqələndirirlər. Yəni, siz onu təşviq elədiniz, gəldi, sonra da öldürdünüz. Əslinə baxdıqda biz görürük ki, İmam Hüseyn əleyhissalama Yezid Mədinə valisinə məktub ünvanlayanda artıq İmam Hüseyn əleyhissalam Mədinədə qiyamını başlamışdır. Ona ilk məktub məhz Məkkədə qiyama, yəni Mədinədən çıxandan neçə günlər sonra yetişmiş olur. Bu təhlillərin hamısı onu göstərir ki, İmam Hüseyn əleyhissalam Allahın dininin, ədalətin, azadlığın uğrunda şəhadətə getmiş bir şəxsdir. Əl-Hüseynu minni və ənə minəl-Hüseyn. Hüseyn məndəndir, mən Hüseyndənəm ifadəsi Peyğəmbər salavatullahın dinini yaşadan şəxsdir. Peyğəmbər ki buyurur, mən ondanam, yəni mən Hüseyndənəm, o deməkdir ki, mənim dinimin yaşaması birbaşa İmam Hüseyn əleyhissalamın adı ilə bağlıdır. İmam Hüseyn əleyhissalamın şəhadətinin əsl səbəblərindən də biri məhz İslamın həqiqi mahiyyətinin qorunub
saxlanması idi. Uca Allahı and verək İmam Hüseyn əleyhissalamın şəhadətinə bizi o ağanın məhəbbətindən, axirətdə isə şəfaətindən binəsib etməsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Salavat.